A və B dəyişənlərinin müvafiq olaraq 40 və 52 qiymətləri alması üçün bu dəyişənlərin ilkin natural qiymətlərinin cəmi neçə olmalıdır? Deməli, A almalıdır 40. Baxın burada. B də almalıdır. Deməli, 52. 52. Deməli, uşaqlar, burada B 52 alması üçün. B 52 alması üçün. Gəlin belə deyək. Burada X-dir, burada Y-dir. İndi B nəyə bərabər olacaq? Gəlin buradan yazaq. B nəyə bərabər olacaq? A-ya X vermişəm, B-yə Y vermişəm. B nəyə bərabər olacaq? B-miz neçədir? Y. Y plus 5. A-mız nəyə bərabər olacaq? 3 vurulsun, B dəyişdi. Nə oldu? Y vurulsun 5. 3 vurulsun, Y plus 5. Üstə gəlsin A. A-mız neçədir? X. İndi nə deyilir? Burada A-nı yazdıq. İndi burada B'miz nəyə bərabərdir? A üstə gəlsin B. Yəni bunu vurub başlayaq. 3Y üstə gəlsin 15, üstə gəlsin X, üstə gəlsin də B. Y plus 5. İndi məndə bu A 40-a bərabərdir. Baxın bu. Bu B də məndə 52-yə bərabərdir. İndi gəlin tənli yazaq. 3Y plus 5 üstə gəlsin X bərabərdir 40-a. 3Y plus 15. 15'e üzr istəyirəm uşaqlar. 15 üstə gəlsin X, üstə gəlsin Y, üstə gəlsin 5 də bərabər 52-yə. İndi baxın bu hissəyə mən 40-ı qoya bilərəmmi? Buna bərabərdir də 40. 40 üstə gəlinsin, Y üstə gəlsin 5 bərabər 52. Y də bərabərdir. Deməli 52-dən 45 çıxsa, 5 oradan, 2 də oradan 7. Y 7-dir. Y 7-dirsə, deməli, B-miz 7-dir də. İndi nəyi istəyir? İlkin natural qiymətlər. Y-imiz 7-dir. Heç nə. Gəlib Y-i burada qoyaq yerinə. X-i də bax. Deməli, 3-ü 7-yə vursaq olacaq 21 üstə gəlsin. 15 üstə gəlsin. X bərabərdir 40-a. X bərabərdir 40 çıxılsın. Neçə eləyir? 36 eləyir, hə? X də bərabər olur 4-ə. Bu da olur 4. Bunların cəmi neçə eləyir? 11. Bu da olur B variantı.